Universitetin jurnalistika fakültəsini bitirməklə jurnalist olmaq olmaz. Akif Nağı da deyir ki, jurnalistikanı bitirməyənlər jurnalist olmaz. Jurnalist şəhid milli qəhrəman Çingiz Mustafayev ixtisasca həkim olub. Jurnalistikanı bitirməyib. Jurnalist milli qəhrəman mərhum Salatın Əsgərova Neft və Kimya İnstitutunu bitirib. Jurnalistikanı bitirməyib. Elə bircə siz savadlı və siz ağıllı çıxdınız. Dünyanın ən məşhur futbolçusu Ronaldo mütləq gedib bədən tərbiyə institutunu bitirməli idi. Sənət başqadır, sənəd başqa. Akif Nağı, siz gərək debata çıxmayardınız. Kimdə nə yoxdursa ondan danışır. Mən vicdan nə olduğunu bilmirəm. Vətən bizə öcək olduğu üçün çıxıb bir xəstəyə 5 manat biz yığa bilmirik. İnanmırlar bizə, inanmırlar mənə, inanmırlar sənə. Belələrinə doğru, inam gedir artıq, fəlakətdir, fəlakət. İctimai xadim təhqir edir, incəsənət adamı soyunur, əmi qardaşı uşaqlarını qətl edir, övlad ailəsinin 500-ünü öldürür, ata qızına təcavüz edir, şagird müəllimi gülləlir. Nə oldu bizə? Mən Rayət İmaməliyev öz vətəndaş mövqeyimlə Baxda YouTube kanalında yenə qarşınızdayım. Əziz izləyicilər, xahiş edirəm ki, bizim kanalımıza abunə olub, bəyənib paylaşasınız ki, səsimizi səslərə qata bilək. Həftə gündəminə Akif Nağı və Səidə Bəkir qızı debatı damğa vurdu. Mövzuya keçməzdən əvvəl maraqlı və məni düşündürən qəribə bir sualı demək istəyirəm. Səidə Bəkir qızı və məcburi köçkün teması ötən ilin avqust ayının sonlarında olub. Ara biraz səngimişdi. Necə oldu ki, Ülvira Qarayeva 2-3 ay bundan əvvəl aldığı müsahibəni ara səngiyəndən sonra verdi? Necə oldu ki, Akif Nağı 5-6 ay qabaq yox, indi o təhqir edici postu paylaşdı? Maraqlı gəlmirmi sizə? Məcburi köçkünlük yaşadığınız bu ağır illər ərzində Akif Nağı, Ülvira xanım, bəzi populist çıxış edənlər bir dəfə də qapınızı açıblarmı? Nə yeyirsiniz, nə içirsiniz, bir dəfə də olsun maraqlanıblarmı sizinlə? O üzünü Səidəyə tutub güya sizə canı yanan bəzi arıq jurnalistlər. Sizin ağır vəziyyətinizi bir dəfə də olsun gəlib evinizdə çəkib işıqlandırıblarmı? Olubmu? Bu 34 il ərzində xəstələrinizə, kimsəsizlərə bir qəpik yardım ediblərmi? Əgər sübutla veriblərsə, üzr istəyə bilərəm. Dövlətimizin etdiyi yardımlar, imtiyazlardan başqa kimsə dərdinizlə maraqlanıbmı? Bəzilərini nəzərdə tutmuram, əlbəttə. Bilirsinizmi bu adamlar insident səngiyəndən sonra nəyə görə 5-6 ay sonra ortaya çıxdılar? Belə populist adamlara keçmiş məcburi köçkünlər də maraqlı deyil. Səidə Bəkir qızı da maraqlı deyil. 5-6 ay qabaq ona görə etmirdilər ki, o vaxt hamı bu məsələ ilə bağlı videolar paylaşırdı. Bunların dedikləri itib batacaqdı. Səngiyəndən sonra bu adamların paylaşımları özlərini gündəmə gətirməkdən başqa bir şey deyil. Bunlara maraqlı olan bilirsinizmi nədir? Bu məsələdən öz məqsədləri üçün istifadə etmək. Çünki o məsələdə keçmiş məcburi köçkünlərin ordusunu, çoxluğunu, gücünü gördülər. İndi güya sizə ürəkləri yanırmı? Yox. Akif Nağı sabah deputat seçkilərində namizədliyini verəcək. Və sizin yaddaşları da təzələyəcək ki, yadınızdamı o vaxt sizi müdafiə etmişdim? Mənə səs verin. Ülvira xanım öz verilişinin baxış sayını artırmaq üçün belə etdi. Gedin Akif Nağının partiyasının qapısına. Bir məcburi köçkün xəstə üçün 500 manat pul istəyin, yardım istəyin. Dediyinə görə 6000 partiya üzvü var. Hərəsi 10 qəpikdən atışsa 600 manat pul edir. Verəcəkmi? Və yaxud güya sizə o qahmar çıxan populistlərin birinə zəng edin ki, xəstəmiz var, pulumuz yoxdur taksiyə verməyə. Gəlin xəstəmizi tutalım Semaşkoya aparaq. Görün gələcəklərmi? Nəysə. Biri də yeni ortalığa çıxan
və özünü psixoloq adlandıran xanımdır. O gün bir video buraxıb və Akif nağını tağ edərək yenə eyni şeyləri. Keçmiş məcburi köçkünlər, jurnalist diplomu olmayan niyə jurnalist olur? Nə bilim, jurnalist peşə əxlaqı belə, peşə əxlaqsızlığı belə. Qısacası, reklam və gündəmə düşmək istəyir. Amma qatıb qarışdırıb. Ay xanım, ümumiyyətlə peşə əxlaqından danışanda biraz ehtiyatlı olun ha. Biri çıxıb sənə deyər ki, peşə əxlaqından danışırsansa, get psixoloqluğunu elə. Sənin nə həddinə gedib Hacı Şahini, dini, ateizmi müzakirə edirsən? Əgər peşə əxlaqın varsa, sənə deməzlərmi ki, birinin jurnalist olub olmamasının sənə nə dəxli var, onun müzakirəsinin sənə nə dəxli var? Peşə əxlaqın varsa, psixologiya ilə yox, gedib tanınmış adamların bostanlarına niyə daş atırsan ki? Peşə əxlaqına hörmətlə yanaşmağa çağırırsansa, TikTokda nəyə görə gündə bir lazımsız, duzsuz, mənasız, ürək bulandıran videolar çəksən? Özünü psixoloq adlandıran qız da, tağ etdiyi Akif nağı da o gün bu sualı vermişdilər. Jurnalist oxumayan niyə jurnalist olur ki? Bu qızın arzusu əslində like yığmaqdır. Amma o jurnalist məsələsinə, jurnalist peşəsinə mən bir açıqlıq gətirim. Universitetin jurnalistika fakültəsini bitirməklə jurnalist olmaq olmaz. Akif nağı da deyir ki, jurnalistikanı bitirməyənlər jurnalist olmaz. Tək o yox, söz tapa bilməyib əlatsız çıxılmaz vəziyyətə düşənlərin çoxu belə deyir. Jurnalistikanı bitirmək, yenə qeyd edirəm, jurnalist olmaq deyil. Jurnalist olmaq gözəl nitq bacarığıdır, gözəl qələm sahibidir, istedadlı olmaqdır. Yoxsa gedib özəl ali məktəblərin birinin jurnalistikasına daxil olub, imtahan və zaçotlara pul verib diplom almaqla jurnalist olmur. Bu yaxınlarda medal almış jurnalistlərdən birinin elə hərf səhvlərini dəfələrlə redaktor səhvlərini mən etmişəm. Rauf Arifoğlu Texnologiya İnstitutunu bitirib, jurnalistikanı bitirməyib. Amma ən titullu jurnalistlərdən biridir bu gün. Jurnalist şəhid milli qəhrəman Çingiz Mustafayev ixtisasca həkim olub. Tibb universitetini bitirib, jurnalistikanı bitirməyib. Jurnalist milli qəhrəman mərhum Salatın Əsgərova Neft və Kimya İnstitutunu bitirib. Yəni keçmiş azi, jurnalistikanı bitirməyib. Amma adları jurnalistika tarixinin qızıl hərflərlə yazılıb. Nazirlik və dövlət qurumlarının əksəriyyətinin mətbuat katibləri də jurnalistikanı bitirməyiblər ki. Qeyri-peşə sahibi olan və jurnalistika fəaliyyəti ilə məşğul olan yüzlərlə insan saya bilərəm sizə. Elə bircə siz savadlı və siz ağıllı çıxdınız. Jurnalist xəbər və ya digər cari məlumatları toplayıb yazı şəklində, məqalə şəklində, müsahibə formasında tutalım və ya video şəklində qəzet, jurnal, televiziya, radio, sosial şəbəkələrdə paylaşan şəxsə deyilir. Diplomlu şəxsə yox. Dünyanın ən məşhur futbolçusu Ronaldo mütləq gedib bədən tərbiyə institutunu bitirməli idi. Diplom başqadır. İstedad başqa, fəaliyyət başqa, sənət başqadır, sənəd başqa. Mən Akif nağını əvvəl dəyərli adam hesab etmişəm. Özüm də Qarabağ döyüşlərində iştirakçı olduğum üçün hətta bir ara Qarabağa Azadlıq Təşkilatına üzv olmaq istəmişəm. Məhz bu adamın yolu ilə addımlamaq istəmişəm. Çünki mən elə bilirdim ki, Akif nağı da Qarabağ döyüşlərində mənim kimi iştirak edib. Hətta Səidə Bəkir qızı haqqında təhqir edici status paylaşanda təəccüblənmişdim ki, bir Qarabağ döyüşçüsü torpaqlarımızın, ana bacılarımızın, qadınlarımızın namusu uğrunda döyüşlərdə iştirak edən bir Akif nağı niyə belə səhv etsin? Axı bir döyüşçü, qazi, Azərbaycan qadınını niyə təhqir etsin ki? Ta ki, Akif nağı və Səidə Bəkir qızı debatına qədər. Debatda məlum oldu ki, Akif nağı heç Qarabağ döyüşlərində iştirak etməyib. Ermənilərə güllə atmayıb. Özü Qarabağlı olsa da heç məcburi köçkündə deyil. Akif nağı, siz gərək debata çıxmayardınız. Açığını deyim, sizin düşdüyünüz çıxılmaz vəziyyətə, utanc duruma çox üzüldüm.
Hətta arzu edirdim ki, Venezuela prezidentini təyyarə ilə gəlib qaçıranlar səni də, Akif Nağını da otaqdan götürüb qaçırsınlar, səni Səidə Bəkir qızının əlindən qurtarsınlar. Vallahi Akif Nağı, elə çıxılmaz vəziyyətdə idiniz ki, söz tapa bilməyib deyirsiniz ki, kimdə nə yoxdursa ondan danışır. Akif müəllim, onda belə çıxır ki, Qarabağa azadlıq istəyən siz, əslində heç Qarabağa azadlıq istəmirsiniz, o arzuda deyilsiniz, Qarabağın azad olmasını istəməmisiniz və ya dövlətçiliyimiz barədə bəlağətli çıxışlar, gözəl çıxışlar edirsiniz. Onda belə çıxır ki, dövlətçiliyə sevgi sizdə yoxdur, özünüz deyirsiniz ki, kimdə nə yoxdur, ondan danışır da. Belə çıxır ki, sizdə də nə yoxdur, ondan danışırsınız da. Yəni özünüzü yalancı çıxarırsınız, Akif Nağı. Səidə Bəkir qızı sizə deyir ki, təhqir etmişəmsə, gedin şikayət edin, araşdırın, məhkəməyə verin. Deyirsiniz ki, vaxtım yoxdur. Amma necə olur ki, o status yazmağa, paylaşmağa vaxtınız olur? Orada Akif Nağı sizə sual verildi ki, təhqirlə tənqidin fərqi nədir? Demədiniz. Güman etmirəm ki, bilmirsiniz. Yəqin ki, sərf etmədiyi üçün cavablandırmamısınız. Onda fərqi mən deyim. Tənqid, kritika. Hər hansı bir insanın əsər, fikir və ya hadisənin müsbət və mənfi cəhətlərini, çatışmazlıqlığını obyektiv şəkildə təhlil edib, qiymətləndirmək və şərh etməkdir. Məqsəd isə düzgünlüyü, obyektivliyi üzə çıxarmaq. Konstruktiv tənqid var. Faydalı, məqsədyönlü tənqiddir. Əsasən çatışmazlıqları göstərməklə daha yaxşı nəticəyə nail olmağı hədəf qoyur. Destruktiv tənqid var. Zərər verən, eqonu zədələyən, cəza və ya peşman etmə məqsədi daşıyan bir tənqiddir. Bir də var ədəbi tənqid. Əsərlərin dəyərini müəyyən etmək, analiz etmək və onların estetik cəhətdən şərhini çatdırmaq. Təhqir etmək isə bir şəxsin şərəf və ləyaqətini aşağılamaq, onun mənliyinə toxunmaq və bu nalayiq hərəkətlərlə, ifadələrlə, aşağılamaqla edilir, ictimai normalara ziddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən təhqir qanunla cəzalandırılır. Bəzi partiya rəhbərləri var ki, partiyaya ad qoyanda o adın mahiyyətinə, fərqinə varmırlar. Əzizim, ad brenddir. Məsələn, Qarabağa Azadlıq Təşkilatı adı da, Azad Vətən Partiyasının adı da, o təşkilatın cızdığı strategiya, yoldur. Bir ananın, bir Azərbaycan qadınının, ictimai sferada olan birinin aşağılayıcı ifadələrlə təhqir etmək strategiyası deyil. Q.C yazmısınız. Özünüz də bilirsiniz ki, nəyi nəzərdə tutmusunuz. Çıxıb orada boynunuzdan atırsınız ki, qadıncıq mənasında yazmışam. Onda belə, Akif müəllim, qadıncıq sözlü nöqtələrsiz yazardınız da. Təhqir edici söz deyil ki. Amma nöqtələrlə qoymusunuzsa, deməli təhqiri nəzərdə tutmusunuz. Gəlin biraz obyektiv olaq da. Məsələn, mən dəfələrlə qeyd etmişəm ki, məcburi köçkünlər arasında ailəvi dostlarım var, əsgər yoldaşlarım Zəngilandan, Füzulidən, Cəbrayıldan, Ağdamdan qonşum var. Onların hansı əzablar çəkdiyini görmüşəm. Yataqxanada bir otaqda nənə, baba, ər, arvad, uşaq hamısının bir otaqda yatdığını bilirəm. Kiminsə evini zəbt edib çıxanlara da halallıq əvəzinə 10.000 mənə ver, 10.000 ona ver. Uduzmarsan deyən bir keçmiş məcburi köçkün qadına bütün bunların baş verməməsi üçün siz özünüz o pul istəyən qadına irad bildirməliydiniz. Bildirməliydiniz ki, biz məcburi köçkünlərin başını aşağı etmə. Bəlkə də bildirmişsiniz, amma mənim rastıma çıxmayıb. Mənim fikrimcə, məcburi köçkünlərin kasıbının 2 evi var cümləsi ifadə yanlışlığı ola bilər. İfadə yanlışlığı da ən çox elmlə, ən çox natiqlərdə, təfəkkürlü, savadlı adamlarda olur. Məsələn, Şeyxülislamımızın
mən vicdan nə olduğunu bilmirəm. Akademikimiz İsa Həbibbəylinin Milli Məclisin AMİA kitabxanasından Ramiz müəllimin şəkli götürülüb demələri də ifadə yanlışlığıdır. O gün mən də efirdə ifadə yanlışlığı etmişəm. Fikrimdən daşındım əvəzinə fikrimdən danışdım demişəm. Burada nə var ki? Əgər mənimlə razı deyilsinizsə, bu həngamə nəyə lazımdır ki? Dövlət Təhlükəsizlik Xidmətinə üz tutmusunuz ki, araşdırın. Filan yerin casusudur, milliyyəti filandır. Əzizim, Azərbaycanda ən operativ işləyən qurumlarımızdan biri Dövlət Təhlükəsizlik Xidmətimizdir. Onlar kimin, kim olduğunu, saçındakı tükün sayına qədər hamısını gözəl bilirlər. Dövlətin təhlükəsizliyini qoruyan bir qurumunuza siz yol göstərə bilmərsiniz axı. Filan kəsi araşdırın. Adam sizə verilişdə dedi ki, gedin təhqir etdiyimi sübut edin, haranınsa casusu olduğumu, qanımın erməni qanı olduğunu sübut edin, məcburi köçkünlərdən üzr istəməsəm kişi qızı deyiləm. Verərdiniz də məhkəməyə, sübut edərdiniz. O da məcburi köçkünlərdən üzr istəyərdi. Siz də tarixə düşərdiniz. Böyük bir xaosun qarşısını aldığın üçün ilk növbədə mən sizə təşəkkür edərdim. Məndə olan məlumata görə qanı erməni qanı dediyiniz Səidə xanımın əmisi o zaman yeni yaranan ordumuz hələ tam formalaşmadığı dövrdə polis sıralarında Qarabağda erməni hücumlarının qarşısının alınması üçün döyüşlərdə iştirak edib. Fotolar efirdə canlanacaq. Fotoda gördüyünüz Səidə xanımın mərhum atası Bəkir Əhmədovdur. Müstəqilliyimizin yeni yarandığı ağır dönəmlərdə gecə polisi kimi asayişin keşiyində durub. 1966-cı ildən 1993-cü ilə qədər daxili sabitliyimizin qorunmasında xidmət olub. O ağır dönəmdə cinayətlərin baş alıb getdiyi, hərc-məslik yarandığı dövrlərdə qəhrəman polislərimizin rəşadətini danmaq olmaz axı. Qəzetlər də onun haqqında yazıbdı. Yəqin ki, Sovet adamları və siz də bilirsiniz, o zaman Kommunist qəzetində hər adam haqqında yazı yazılmazdı. Mənim özümü də, Səidə Bəkir qızını da, İstənilən adamları da tənqid etmək hər kəsin hüququ və haqqıdır. Amma kiminsə şərəf və ləyaqətini alçaltmaq, təhqir etmək heç kəsin işi deyil. Akif Nağı, yaraşdırmadım sizin kimi bir ağsaqqala. Bir qadına qarşı belə bir təhqir etmək. Son zamanlar mənim də fotolarımı bəzi Xameyni profillilər və digərləri paylaşıb təhqir edici statuslar yazırlar. Səbəb isə Səidə Bəkir qızına qonaq olduğum veriliş olub. Boş beyinlərinizə bir dəfəlik həkk edin. Səidə Bəkir qızının mənim müdafiəmə ehtiyacı yoxdur. Ay bəzi bığlı mələklər, ehtiyacı yoxdur. Həyat fəaliyyətinizi Səidə Bəkir qızına həsr etmişsiniz, özünüz bilərsiniz. Başa düşürəm sizi. Səidə Bəkir qızı adı bugün hashtagdır. Adını çəkən kəşfətə düşür. Səhifənizi qaldırmaq istəyirsinizsə, özünüz bilərsiniz. Amma təhqirlə olmaz axı. Ümumiyyətlə, istər kişi olsun, istər qadın olsun, mübarizəni sivil qaydada aparmaq lazımdır. Təhqirlə, böhtanla yox. Mübarizəni kişi kimi aparmaq lazımdır. Dünən aldığım bir məlumata görə Səidə Bəkir qızına qarşı iyrənc bir kampaniya aparılır. Onun canlısına mövzu başqa məsələ ilə əlaqədar olduğu halda troll səhifələrdən əsasən də xanım adı ilə girib, özlərini məcburi köçkün kimi qələmə verib, təhqir edici ifadələr yazmaqla, canlı yayım açaraq onun fotolarını tağ etməklə Səidə Bəkir qızını qıcıqlandırıb, ondan yanlış ifadə işlətməyə təhrik etmək istəyirlər. Sonra da həmin kadrları sübut kimi istifadə edib məhkəmələrdə bu xanıma qarşı bir silah kimi istifadə etmək niyyətindədirlər. Vicdansızlıqdır bu, valla. Bugün bəzi blogerlər xaricdə oturub Azərbaycana qarşı, bu xalqa, bu dövlətə qarşı iyrənc və böhtan dolu kampaniyaya başlayıblar. Səidə Bəkir qızı ilə məcburi köçkünlərin ixtilafı o xaricdə oturanların çirkin niyyətlərinin qarşısında bir heçdir, sıfırdır. Əgər həqiqətən də cəsarətli,
mübarizə aparmaq fikriniz varsa, bax, onda o adamların fotolarını qoyun ekranınıza. Onlara qarşı mübarizə aparın. Bu adamlara qarşı kampaniyalarınıza start verin. O adamların fotolarını tağ edin. Bax, onda inanaram ki, siz məqsədsiz, həqiqətən də bu vətənə, bu xalqa, bu obaya, məcburi köçkünlərə, şəhid ailələrinin hamının yanındasınız. Qorxursunuzsa qabilin söyüşlərinə tuş gələsiz, artıq o sizin işinizdir. Amma qorxmayın. Vətənini, dövlətini əsl sevən adamın apardığı mübarizədə söyülmək də var, döyülmək də var, hətta ölmək də var. Bayaq özünü psixoloq adlandıran xanımdan danışdım. Ümumiyyətlə son zamanlar özlərini psixoloq adlandırıb sosial şəbəkələrdə reklam xətrinə özlərin göstərənlərin sayı durmadan artır. Əsl peşəkar, savadlı psixoloqlarımız var və doğrudan da bu cəmiyyətin düzgün formalaşmasında rolları böyükdür. Amma bəzi sertifikatlı, bəzəş-düzəşli, yarımçıqları görən də belə peşəkar psixoloqların azlığına təəssüflənirəm. O gün başqa bir psixoloq qız video çəkib. Vallahi heç nə anlamadım, amma belə başa düşdüm ki, ata-ana nəsihətinə qulaq asan, valideynlərini sevən uşaq mama uşağıdır. Onlar ailə qura bilməzlər. Nə bilim, öz həyat yoldaşlarını, partnyorlarını ana-ata gözündə görürlər. Vallahi əlaqədar təşkilatlardan xahiş edirəm. Bu sertifikatla, kursla, diplom alan psixoloqları yoxlasınlar, nəzarətə alsınlar. Söhbət bu xanım psixoloqdan getmir ha, ümumiyyətlə deyiləm. Necə ki bir kişi iş tapa bilməyəndə gedib taksi sürücüsü işlədiyi kimi, xanımların da bəzisi işsiz qalanda ya saç dırnaq ustası, ya da psixoloqluğa üz tuturlar. Yaxınlarda bir verilişə çağırıblar məni. Kulisə girən kimi verilişdə iştirak edəcək bir psixoloq xanımla rastlaşdım. Mənə dedi ki, Rayət müəllim, sizi sevə-sevə izləyirəm, maraqlı şərhlər verirsiniz. Bəlkə bu verilişdə bir qalmaqal yaradaq. Dedim, vallah, bu verilişə gələndə evdə anam mənim ayaqqabılarımı yığıb hara qoyubsa 2 saatda ayaqqabı axtarıram. Mən elə evdə anamla qalmaqal yaşayıb gəlmişəm. Qalmaqallıq halım yoxdur. Mənim güya psixologiyamı yoxlayıb. Deyir ki, uşaq vaxtı hansı multfilmə baxmısan? Deyirəm, Nupaqadi filminə. Deyir, o multfilmdə canavar yoxsa dovşan olmaq istəmirsən? Dedim, dovşan. Birdən qaydasan ki, onda deməli, mənəvi cəhətdən qorxaq və acizsən. Güldüm. Deyirəm, ay psixoloq xanım, bilməlisiniz axı. O multfilmdəki dovşan obrazı öz ağlı sayəsində özündən qat-qat güclü canavara həmişə qalib gəlir. Sovet animasyonçuları o multfilmi çəkməkdə məqsədləri budur ki, ağlın fiziki gücdən nə qədər üstün olduğunu göstərməkdir. Bu sözüm xanımı bəş tutdu. Veriliş boyu mənə müraciət eləndə adımı səhv dedi, gə Rafiq dedi, gə Rahim dedi, adımı bilərəkdən səhv dedi. Halbuki məni həmişə izləyirmiş. Cəmiyyətə əsl bəla gətirən məhz belələri deyə. Biri çıxıb deyir ki, kasıb fərasətsizdir. Biri çıxıb deyir ki, boşanma inkişafdır. Biri çıxıb deyir ki, arvadına 3000'lik iPhone telefonu almayan kişi deyil. İndi də bayaqçı qız. Hələ deyir ki, terapiyalarınızda iştirak edin. Siz pul qazanacaqsınız deyə cəmaət gedib valideynlərinə nifrət bəsləməlidir. Valideynlərin sözündən çıxmalıdır. Mənim əslin yarısı qədər yaşım var. 73 yaşlı anam hələ də məni uşaq bilir. Hara getdin, hardan gəldin? Bu dəqiqədə məni bəlkə izləyir. Axşam evə gedəndə deyəcək, abala ehtiyatlı danış. O gün günorta anam yenə işdə olanda mənə zəng edib. Abala hardasan? Deyirəm, ay ana, bilmirsən işdəyəm. Nə olub? Deyir, heç nə, özündən müğayət ol. Axşam evə getmişəm, məlum olub ki, Heydər Əliyev prospektində anam televizorda görüb ki, avtoqəza baş verib və orada 2 nəfərin öldüyünü eşidib. Narahat olub, zəng vurub, qorxub, güman edib ki, birdən ölənlərdən biri onun balası olar. Bütün analar üçün uşaqlar, böyüklər həmişə övlad olur axı.
Bir şeyi unutma psixoloq qız, doğulduğun yeri və valideynləri seçmək öz əlində deyil. Həyat yoldaşını isə istədiyin boyda, istədiyin ölçüdə, istədiyiniz formada tapa bilərsiniz. Mənim fikrimcə, sertifikatlı psixoloqların özlərinin elə diplomlu və savadlı psixoloqlara özlərini göstərməyə ehtiyacları var. Ötən həftə bir qızımızın maraqlı bir çıxışına rast gəldim. Ceyhun bəydən xahiş edirəm, o 33 saniyəlik videonu efirə versin. Artıq 10 gündən çoxdur ki, Temu karqom qalıbdı gömrükdə. Mənə maraqlıdır, bu vəziyyəti yaşayan tək mənəmmi, yoxsa hamı da belədir? Kargo şirkətinə yaxınlaşırsan, deyirlər ki, get gömrükdən götür, günə 5 manat cərimə yazır. Heç o cərimələr gedib gəlmək pulu belə mənim kargolarımın pulu qədər deyil, ödəmir. Biz hara müraciət eləyək yəni? Yığırsan operatora çatana qədər 30-cu növbədə olursan, ona kontur dayanar. Biz neyniyək, hara gedək? Vallah, billah bu qızımız düz deyir. Ümumiyyətlə götürsək, Azərbaycan əhalisinin sosial vəziyyəti yaxşı deyil. Gəlin boynumuza alaq. Başa düşürük, müharibədən çıxmışıq, geri qaytardığımız ərazilərimizə vəsait xərclənir. Demək olar ki, kəndlərimiz, şəhərlərimiz yenidən qurulur. Zəngəzur dəhlizinin açılışına vəsait xərclənir. İnşallah ki, o dəhlizdən sonra iqtisadiyyatımızda da irəliləyişlər olacaq. Əvvəllər ucuz düşsün deyə onlayn mobil telefon sifariş edərdik, post vasitəsilə çatdırılardı. Qabağını aldılar ki, olmaz. Qaçaqmalçılıq yaranar. Əlimiz üzüldü. Məcbur olduq ki, ancaq Baku Elektroniks, İrşad, Kontaks vasitəsilə əbəcdadlarının da qiyməti qoyduqları telefonları alaq. Vaxtilə aldığımız nağd telefon pulu bu şəbəkələrin kreditində ilkin ödəniş oldu. Dinmədik. Dedik, yəqin bildikləri var. Kasıb cəmaət gedirdi, Gürcüstandan ucuz avtomobil alıb gətirirdi. Yenidən təmir etdirirdilər. Onun da qarşısı alındı. Rüsumları kəllə çarxa çıxartdılar. Dedik, eybi yox. Yəqin ki, yenə bildikləri nəsə var. Mən özüm də istəyirdim ki, avtomobilimi təzəliyim. Gedim Çindən o Kitayski hibrid avtomobillərdən gətirtdirim, büdcəmə uyğun olsun. Bu ilin yanvarında yenə rüsumlar kəllə çarxa çıxdı. Eybi yox, köhnə avtomobilimi sürərəm. Yəqin ki, bildikləri nəsə var. Əgər bir ölkədə kasıb təbəqə şəxsi avtomobilindən istifadə edirsə, bu inkişaf göstəricisi deyil. Lakin zəngin, aristokrat təbəqə, oliqarxlar ictimai nəqliyyatdan istifadə edirlərsə, bu əsl inkişaf göstəricisidir. Bax, budur inkişaf göstəricisi. Bu sözlər bilirsinizmi kimə məxsusdur? Kolumbiya paytaxtı Bogota şəhərinin meri Carlos Fernandos Galana məxsusdur. O Kolumbiya ki, narkotikanın məskənidir. Gangsterlərin, karterlərin məskənidir. Əhali küçəyə çıxanda sabaha sağ çıxmaları garanti olmayan bir ölkənin merinə məxsusdur. Adam mer seçilən kimi avtomobil yollarının tikintisindən imtina etdi. Dünyada ən effektiv ictimai nəqliyyat sistemi sayılan Transmilenio RRT sistemini yarattı. Ölkədə nəqliyyat sıxlığının qarşısını 40% azaltdı. Bizdə isə nəqliyyat sisteminin işi ora zolaq çəkmək, bura zolaq çəkmək, az qala üzr istəyirəm, ayaq yolumuzun da qabağına bir parking yaratmaqdan başqa bir işləri yoxdur. Parkingi də vurursan, az qala bir neçə dəqiqə telefonda tətbiq açılmır. Vurmursan, o saat cərimə gəlir. Parkingdən çıxanda da bağlamaq istəyirsən, yenə dəqiqələr çəkir. Unudub çıxanda da axşam evə çatırsan ki, axşam şappıltı ilə gecikdiyin dəqiqələr hamısının pulu çıxır. Yəni siz düşünürsünüzsə ki, avtomobil idxalı rüsumlarını qaldırmaqla tıxac və ya digər halların qarşısı alınacaqsa, vallahi yanılırsınız. Vallahi yanlışdır. Rusiyadan araqlar gəlirdi. Gömrük rüsumu $1 idi. Qaldırıldı, oldu $10. Dedi ki, eybi yox. Hamı yerli zavad arağı içsin, onsuz da cana ziyandır. 10 manatlıq keyfiyyətli Rus arağı oldu 40 manat. Dedik, cəhənnəmə canları çıxsın, içməsinlər, ziyandır. Başa düşdük, ay qadan azılalım. Və bu bədbəxt kasıb Temu vasitəsilə 3 manatlıq telefon şunuru
5 manatlıq aksesuar sifariş edib. Bu nə həngamədir gətirib çıxarmısınız? Oğluma 35 manatlıq Temudan gödəkçə sifariş vermişəm yanvarın 12-sində. Çindən 5 günə yanvarın 17-sində gəlib bizim hava limanımıza çatıb. 20 gündür gömrük rəsmiləşməsi gedir. Niyə bu qədər yubanıq ki? Hava xətti ilə 6500 kilometrlik məsafədən Çindən gələn yük gəlib çatır Bakı, amma 3 kilometr, 4 kilometr gömrükdən bizim evə gəlib çatması niyə 20 gün çəkir? Hələ nə qədər də qalacaq bilmirəm. Nə olub? O gödəkçənin tərkibində narkotika var, eroin var. Nə var ki, yoxlaması, rəsmiləşməsi bu qədər çəkir? Olmaz axı, ay qada zalım, olmaz. Yeni qaydalar, yeni prosedurlar müəyyənləşdirəndə onların necə tətbiq olunacağını da əvvəlcədən niyə düşünmürsünüz ki? Bu qədər problem yaranır. Evdə uşaq da mənə deyir ki, ata, daha sənin sifariş etdiyin kurtka mənə lazım deyil. Üşüyürəm məktəbə gedəndə. Gedək mağazadan alaq. Mağazada da 70-80 manatdan ucuzu yoxdur. Nə eləyək biz? Ölkə başçımız dəfələrlə məmur özbaşınalığına qarşı bizləri, əhalini, cəmiyyəti mübarizəyə səsləyib. Biz də ölkə başçımızın çağırışına qoşulmuşuq, onun yanındayıq. Çatışmazlıqlar barədə nə vaxt bir video süjet hazırlayıramsa 50 yerdən zəng gəlir mənə. Nə eləyək? Nə eləyək? Onda məcburuq ki, aidiyyatı qurumlara üz tutaq ki, necə ki müəllimlərə hər il sertifikasiya imtahan keçirirsinizsə, gömrük, vergi və digər orqanlara da keçirin, qoyun, layiqlilər gəlsin də otursun iş başında. Dayı oğulları, xala oğulları, əmi oğulları yığışdırın o məsul vəzifələrdən. Məşğul etməyin o kresosları. Ona görə çatışmazlıqlar barədə məlumat veririk ki, aradan qaldırılsın. Başqa amacımız, məqsədimiz yoxdur. Sizi ora təyin ediblər ki, ölkə başçımızın tapşırığını layiqincə yerinə yetirəsiniz. Bir daha xatırlatıram. Azərbaycan Konstitusiyasının 1-ci maddəsində deyilir ki, hakimiyyətin mənbəyi xalqdır. Bu xalqı incitmək olmaz. Sosial şəbəkə fenomeni, TikToker Velizar tutuldu. O gün mənə onun videosunu atmışdılar. Canlısında 64 bin adam var idi. Bir xəstəyə 1 saat ərzində 12 min manat pul yığdı. Gözəl göyçək bu xanıma halal olsun dedim. İstəsəydi o pulu özünə də götürə bilərdi. Amma bir xəstəni həyata qaytardı. Səhifəsinə girdim, baxdım ki, sən demə bu Velizar xanım yox, Salman imiş. Dostum Kəramətin bir sözü var. Deyirdi ki, erməni porno ulduzu Kim Kardashian Ermənistan ordusuna 1 milyon dollar köçürdü. İngilis pop ulduzu cinsi azlıq Elton John SPID-ə qarşı xeyriyyə təşkilatı yaradıb. Amma bizim bir düzəməlli qeyimiz də yox. Elə istəyirdim deyəm ki, Kəramət, dırnaq arası arzun Çin oldu. Xəbər gəldi ki, Velizarı tutublar. Yəni Salmanı tutublar. Əxlaqa zidd əməlləri və yayılması qadağan olan videolarına görə həbs edilib. Hüquq mühafizə orqanlarının bu operativliyini alqışlayıram. Ardını da inşallah görəcək. Bu Velizar Salmanla işim yoxdur. Mənim ümumiyyətlə cinsi azlıqlar barədə danışmaq istəmirəm. Velizar təzədir deyəsən TikTokda, amma gəlişi ilə 3-4 gün ərzində 100 min izləyici yığıb. Adam 1 saatın içində bir xəstəyə görə xalqa müraciəti ilə 12 min pul yığdı. Bu bilirsinizmi nədir? Bu qədər ictimai xeyriyyə təşkilatları var. Baxın, biri çıxsın, bir xəstəyə görə müraciət etsin. Səhərə qədər 200 manat yığsa, nə deyirsiniz deyin mən. Bir qazi, heç qazini demirəm, milli qəhrəman oğlu girsin, xəstəlik üçün xalqa müraciət eləsin. Səhərə qədər 1000 manat yığa bilməz. Bəs yaxşı, bu Velizara 12 min manat atan kimlərdir ki? Öz millətimizin nümayəndələridir də. Velizarın Azərbaycan türkcəsindəki o çağırışına Madaqaskarlı, İndoneziyalı baxmır ki, başa düşmür ki, pul atsın. Bayram Nurlu falçılıqla başladı sosial şəbəkələrə. Üzünü dartdı, qız görkəminə düşdü, oldu fenomen. Camaat onunla foto üçün növbələrə durdu. Açılışlara pulla dəvət olundu. Bayram biraz səngidi. Baboş çıxdı ortalığa. Göbəyini sığallayıb canlı yayımda ancaq toyuq budu gəmirdi, ördək əti yedi, fenomen oldu. Kimi də soruşursan, hamı onu pisləyir. Heç kəs ki, ona baxmır. Bəs onun canlısında olan 10 min adamlar haradır, kimlərdir?
Onlar dayandı. Bir Turad çıxdı. Səhv etmirəmsə cins azlıq idi. Qışqırdı, bağırdı, təpəsi üstə mil durdu, oldu fenomen. Sonra bir mırıqdış uşaq çıxdı. Bizə kəlmə lokko dedi, millət az qaldı lokkolaşsın. Bunların araşdırılmasını tələb etmək lazımdır. Amma maarifləndirici videolarıma görə Rayət Rusun adamıdır, Farsın adamıdır, erməni deyərək məni yox. Bu adamları araşdırmaq lazımdır. Nə savadları var, nə bilikləri var, bu xalqa nə faydaları var, onları demək lazımdır. Sabah bir saata 12.000 pul yığan Velizar bir rayonda millət vəkilliyinə, bələdiyyə sədrliyinə, namizədliyini verib seçilməməsinə, bu xalqa vəkillik etməyəcəyinə kim qarantı verir? Azərbaycan gəncliyinin, gələcəyinin məhv olmasının fərqindəsizmi? Bu adamın bir saata yığdığı pul bir çox partiyaların büdcələrində yoxdur. Heç bir arada görməyiblər bəlkə də o pulu. Bunlara fikir bildirin. Azərbaycan gələcəyinin bunların əlinə keçməsinə imkan verməyin. Mən demirəm Velizarı artıq əski. Cinsi azlıq nümayəndəsi olsa da xeyriyyəçiliklə məşğul olub. Halal olsun. Bu qədər xeyriyyə fondlarının yığa bilmədiyini bir saata o yığdı. Niyə? Bilirsinizmi? Çünki dediyim təşkilatlara inam qalmayıb bəzilərinə. İş adamlarından şəhid övladlarına tədbir keçiririk adı ilə həssas damardan istifadə edib 10.000 alıb gətirib ucuz şokoladla bəlkə də 1000 manat xərcləmirlər. Qalanını ciblərinə qoyurlar. Buna görə inamsızlıq yaranıb belə şeylərdə. Bəxtiyar Vahabzadə deyir ki, doğulduğun, böyüdüyün vətənində haqq tapdanıb şər udulsa, vay halına. Səxavətin unudulsa qəm eyləmə, ləyaqətin unudulsa, vay halına. Hər səhvini üzə deyən namərd deyil, kirayədə yaşadığın ev, yurt deyil, anan sənə öcək olsa bir dərd deyil, vətən sənə öcək olsa, vay halına. Vətən bizə öcək olduğu üçün çıxıb bir xəstəyə 5 manat biz yığa bilmirik. İnanmırlar bizə, inanmırlar mənə, inanmırlar sənə. Amma Velizara inanıb atırlar o pulu. Belələrinə doğru inam gedir artıq, fəlakətdir, fəlakət. Meyxanaçı Xəyyam, mən də müraciət etmişdim. Bir çox sənətçilər də, ictimai adamlar da müraciət etdi. Yığa bilmədik ona pul. Öldü Xəyyam. Mənə elə gəlir ki, Velizar o pulu yığardı. Düzdür, Xəyyam ölsə də razı olmazdı Velizarın pulu ilə sağalmağa. Amma belə düşünürəm ki, Velizar bir günə yığardı. Görün, cəmiyyətimiz nə günə qalıb ki, xəstəlikləri üçün Velizara ağız açırlar. Bəs bu qədər qurumlar var, nə işə baxırlar? Bu qədər xeyriyyə təşkilatları var. Maraqlanın sizə müraciət edənlərlə. Qəribçiliyə salmayın. Get-gələ salıb bürokratizmə yol verməyin, bezdirməyin insanları. O qədər bezdirib, süründürüb yorursunuz ki, Velizara ağız açırlar. Heç nə etməyə bax. Bu adamlar məşhurlaşırlar, arxalarında kimlər durur? Bunlar haranın adamıdır? Kim onları maliyyələşdirir ki, 44 günlük zəfər dastanı yazan oğullarımızın qəhrəmanlığından qorxuya düşən xarici qüvvələr bu addımları atırlar. Onlar istəyir Azərbaycan gəncliyi məhvə doğru getsin. Bu insanlar birbaşa cəmiyyətə təsir etmə gücündədirlər. Fərqindəsizmi? Cəmiyyətimiz maviləşməyə doğru gedir, fərqindəsizmi? Valla o vaksinin içində nə var idisə, nə vurdularsa biz bu günlərə niyə düşdük? Valla mənim fikrimcə bu koronavirus vaksinindən sonra hamıda bir çatışmazlıq yarandı. İctimai xadim təhqir edir, incəsənət adamı soyunur, əmi qardaşı uşaqlarını qətl edir, övlad ailəsinin 5 üzvünü öldürür, ata qızına təcavüz edir, şagird müəllimi güllələyir. Nə oldu bizə? Biz bu günlərdə düşəsi millət cəmiyyət deyilik axı. Vallah, billah deyilik. Mən Rayət İmam Əliyev. Sizlərdən bu həftəlik ayrılıram, amma məni bir sual düşündürür. Xahiş edirəm, yazın. Nədən biz belə olduq? Bütün bunların səbəbi nədir?